Mövzumuz Qur'an-ı Kərimdə Qədirxum. Qədirxum bayramı İslam dünyasında ən böyük bayramlardan biridir və o birisi iki bayramdan, Qurban və Fitr bayramından üstündür. Bütün dünya müsəlmanlarına bəllidir ki, müsəlmanların iki bayramı var: Ramazan və Qurban. Şiələrdən başqa heç bir dünya müsəlmanları dırnaqarası Qədirxum adlı bayram tanımır və qəbul etmir. Sən demə dırnaqarası Qədirxum adlı bayram Ramazan və Qurban bayramından üstün imiş. Bir bunu eşitməmişdik, bunu da eşitdik. Onu da qeyd edək ki, biz bugünədək şiələrdən İslam dininə və Qurana zidd bir çox fətvalar eşitmişik. Misal üçün bir neçəsini qeyd edək. İmamlardan övlad şəfa istəmək, imamların peyğəmbərlərdən üstün olması, imamların qeybi bilməsi, imamların məsum olması, Quranın təhrifi, Kərbəlanın həcdən üstün olması, cinsi dəyişmək, südəmər uşaqla mazaqlaşmaq, yarım saatlıq siğə, bakirə qızla siğə, cənnətdə kişi ilə, qadın qadınla evlənə bilər, bacı qardaşının yanında sinəsini aça bilər, imamın qadını kişi, kişini də qadın etməsi, siqaretin orucu pozmaması və s. bu kimi misalları çox çəkmək olar. Görəsən bundan sonra İslamda olmayan nə yeniliklər gətirəcəksiniz?